Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sabahınız xeyir. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda qarşıda gördüyünüz Uqlavoy 4 sot torpaq sahəsi satılır. 16'nın 25'ədir. İki tərəfdən fundamenti tökülüb. Eyni zamanda qarşıda siz otaqların fundamentini görürsünüz. Bundan başqa iki tərəfin barısı olmağını görürsünüz. Uqlavoy torpaqdır. İndi isə mən sizə həmin küçəni göstərirəm. Gördüyünüz kimi küçə genişdir, enlidir. İşıq xətlərini görmək mümkündür, qaz xəttini görmək mümkündür. Bax, belə bir torpaq sahəsinin qiyməti 25.000 manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. İndi isə bu torpağın harada olmaq haqqında mən sizə məlumat verim. Təxminən 70 addımdan sonra metr xeyir, addımdan sonra bax qarşıda Bakubusun 3 nömrəli avtobus keçir. Asfalt yoldur. Bax, indi ola bilsin maşınlar keçsin. Bax, həmin yoldan da gəlmək mümkündür. Bundan başqa avtozavodun binaları kimi tanıdığımız ərazidə 9 mərtəbəlinin üst tərəfindən bax bu torpaq sahəsinə qədər olan məsafə maksimum 150 metrdir. Bax, belə bir torpaq sahəsinin qiyməti deməli 25.000 manatdır. Ancaq qiymətində razılaşma olmalıdır. İndi mən sizə həmin asfalt yoldan keçən maşınları göstərmək istəyirəm. Bir dəqiqə yəqin ki, hal-hazırda nəsə gəlir oradan qoy. Bax, həmin yoldan, asfalt yoldan bu torpaq sahəsi yenidən mən sizə bir balaca geniş göstərim. Bax, həmin asfalt yoldur. Gördüyünüz üçün keçdiyi avtobus 9 mərtəbəli binanın üst tərəfi bir balaca bax, nəsə səs gəldi. Bax, həmin yoldan bu torpaq sahəsinə gəlib baxmaq mümkündür. Bax, həmin maşın keçdi, bax, oradan bura peşkom, yəni mən 70 addım gəldim, metr xeyir. Bax, bu torpaq sahəsidir. Dediyim kimi sənədi, sərəncamdır, arxiv arayışı var. Bildiyiniz kimi hal-hazırda sərəncam ilə deməli ancaq etibarnamə yolu ilə satılır. Yenidən mən torpaq sahəsinin ətrafını göstərirəm. Qiyməti 25.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Bax, belə sizlərə uğurlar.